Salam əziz abituriyentlər. Kaspi Təhsil şirkətinin 2 noyabr 2025-ci ildə keçirdiyi sınaq imtahanında istifadə edilən coğrafiya sualları. Burada 3-cü qrup yazılmağına baxmayın, 2-ci və 3-cü qrupun sualları eynidir. Başlayaq sualımıza. Sxemaya əsasən anlayışı müəyyən edək. Məkana dair coğrafi informasiyanın əldə edilməsi, informasiyanın təhlili və informasiya əsasında xəritənin tərtibi, kartoqrafik modelləşdirmənin ardıcıllığıdır. Cavab Y variantı. Xəritədə iki məntəqə arasında yolun uzunluğu 15 cm-dir. Xəritənin xətti miqyasına əsasən bu yolun həqiqi uzunluğunu tapaq. Bilirik ki, həqiqi uzunluq miqyasın xəritdəki uzunluğa hasilidir. Yəni 15 cm burada 20 km vuracağıq. Çünki xətti miqyasda sıfırın yanındakı ilk rəqəmə və xəttin sonundakı uzunluq vahidinə baxılır. 15-i 20-yə vuranda cavabımız 300 eləyir. Filadelfiya ilə Bakı şəhərləri arasında müvafiq olaraq hər iki istiqamətə uçan təyyarənin hərəkət etdikləri azimutları və şəhərlər arasındakı məsafəni tapaq. Eyni coğrafi enlikdə yerləşdiklərinə görə bir paralel çəkirik, amma 2 dənə meridian çəkirik. Yəni 75 dərəcə qərb uzunluğu və Bakının yerləşdiyi 50 dərəcə şərq uzunluğu. Aradan da Greenwichi çəksək, deməli bunların aralarında 125 dərəcə coğrafi uzunluq fərqi var. Filadelfiyadan Bakıya doğru və Bakıdan Filadelfiyaya doğru uçan təyyarələr 90 və 270 dərəcəli azimutlarla hərəkət eləyər və 125 dərəcə coğrafi uzunluq fərqini də 40 dərəcəli paraleldə 1 dərəcə qövsün uzunluğu 85,4 km-dir. 85-dən onda 4-ə vursaq cavabımız 10.675 eləyəcək. Cavab Y variantı. Uyğunluğu müəyyən eləyək. İnsanların formalaşdırdığı obyektlər, bir də təbii obyektlər. Birinci radiostansiya, ikinci meyvə bağı, üçüncü yol və 7-ci metal körpü. Bunların hamısı insanlar tərəfindən düzəldilən obyektlərdir. Yəni A bəndinə 1, 2, 3, 7 uyğun olacaq. Bu da yalnızca C variantındadır. Digərləri isə çay, kolluq, çəmənlik və bataqlıqdır. Bunlar isə təbii obyektlərdir. Cavab C variantı. Azərbaycanın bir bölgüsünün 2,4 milyon miqyaslı kənd təsərrüfatı xəritəsi məzmununa və miqyasına görə hansı qrupa aiddir? Xəritədə hansı təsvir üsulundan istifadə olunub? Kənd təsərrüfatı xəritəsidirsə tematik olacaq. Deməli D və Y variantlarını silirik. Miqyası bir bölünsün 1 milyondan kiçik olduğuna görə kiçik miqyaslıdır. Deməli B variantını da silirik. Və kənd təsərrüfatında heyvanların və bitkilərin yayıldığı ərazilər göstərildiyinə görə buraya biz areal üsulunu aid edə bilərik. Cavab C variantı. A məntəqəsindən əvvəlcə 180 dərəcəli azimutla 2220 km. Və A məntəqəsinin burada yerləşdiyini nəzərə alsaq, 60 dərəcə şimal eni və 60 dərəcə şərq uzunluğunda yerləşir. Ondan 2220 km, yəni 20 dərəcə cənuba gəlsək, çatarıq 40 dərəcə şimal eninə. Amma 60 dərəcə coğrafi uzunluq olduğu kimi qalır. Daha sonra 90 dərəcəli azimutla, yəni şərqə doğru 5124 km getmək 60 dərəcə şərqə doğru getmək deməkdir. Belə ki, 5124 km 40 dərəcəli paraleldə 1 dərəcə qövsün uzunluğu 85,4 olduğuna görə bölürük və bu 60 dərəcə eləyir. 60 dərəcə şərq uzunluğundan 60 dərəcə şərqə getmək 120 dərəcə şərq uzunluğuna çatmaq deməkdir. Yəni koordinatlarımız oldu 40 dərəcə şimal eni və 120 dərəcə şərq uzunluğu. Cavab B variantı. Dağın ətəyindən keçən horizontalın dəniz sahilində yerləşdiyini nəzərə alaraq A nöqtəsi ilə zirvə arasındakı hündürlük fərqini müəyyən edək. Yəni bu horizontal 0 metrdən olduğuna görə, 3-cü horizontal da 1200 olduğuna görə kəsmə yüksəkliyinin 600 metr olduğunu bilmək çətin deyil. Və əgər kəsmə yüksəkliyi 600 metrdirsə, A məntəqəsi də 1200 metrdən 600 metr yuxarıdadırsa, deməli A məntəqəsi 1800 metr hündürlükdə yerləşir. 2720-dən 1800 çıxanda cavabımız 920 qalar. D variantı.
O Zambezi çayı Nyasa gölünü tədqiq etmiş, Viktoria şəlaləsini kəşf etmişdir. Söhbət Afrikada tədqiqatlar aparan David Livingstone'dan gedir. Cavab A variantı. Əvvəlcə 45 dərəcə, yəni şimal-şərqə doğru. Daha sonra 315 dərəcə, yəni şimal-qərbə doğru. Azimutla eyni məsafə qət edən ekspedisiya üzvləri başlanğıc məntəqəyə hansı azimut və istiqamətlə qayıtmalıdır? Başlanğıc məntəqənin burada olduğunu nəzərə alsaq, cənub istiqamətinə və 180 dərəcəli azimutla gedilməlidir. Cavab C variantı. Doğru olan ifadələri müəyyən edək. Ekvator çevrəsinin uzunluğu 40-76 kilometrdir. Bu doğru olan fikirdir. Deməli, B, C və Y variantlarını silmək olar. Yerin səthinin ümumi sahəsi 149 milyon kvadrat kilometrdir. Bu yanlışdır, çünki yerin sahəsi 150 milyon kvadrat kilometrdir. Onda ikinci şərtin verildiyi D variantına silsək 1, 3, 4 qalır. Yerin xəyali oxunun yer səthi ilə kəsişmə nöqtələri qütb adlanır. Buna coğrafi qütb desək daha düzgün olar. Yəni 3. Yer səthindən keçməklə qütbləri birləşdirən ən qısa xətlərin uzunluğu, yəni meridianların uzunluğu yuvarlaq olaraq 20.000 kilometrdir şərtidir, doğrudur. Cavab A variantı. 5-ci şərtdə yerin kürəliyi praktik olaraq Aristotel sübuta yetirmişdir şərti yanlışdır. Çünki əyani olaraq Fernand Magellan sübut etmişdir. Yerin qütb radiusunun uzunluğu 12.756 kilometrdir. Bu da yanlış cavabdır. Elə ekvatorial diametr belə 12.742-dir. Yəni 6-cı şərtdə yanlışdır. Topografik planda B və C nöqtələrinin hündürlük fərqi 75 metr olarsa, A nöqtəsinin hündürlüyünü tapaq. Gördüyümüz qədərlə birinci horizontalda C məntəqəsi verilib. C məntəqəsini eynən sol tərəfdəki birinci horizontala köçürtmək olar. Və buradan da müəyyən olur ki, B və C məntəqələri arasında 1, 2, 3 dənə kəsmə yüksəkliyi var. Əgər B və C nöqtələrinin arasında 3 kəsmə yüksəkliyi 75 metr olarsa, deməli kəsmə yüksəkliyi 25 metrdir. A məntəqəsinin də 1, 2, 3, 4, 5-ci horizontalda olduğunu nəzərə alsaq, hərəsini 25 metrdən hesablasaq, cavabımız olacaq 125. Verilən əlamətlərə əsasən planeti müəyyən edək. Günəşdən məsafəsi 1,52 astronomik vahiddir, yəni yerdən daha uzaqdır. Yerdən Günəşə nisbətən daha uzaqdır. Deməli, biz burada Veneranı və yeri ələyə bilirik. Yerin AVS 1-dir, Venera isə yerdən Günəşə daha yaxındır. Qonşu planetlə arasında asteroid qurşağı yerləşir. Qonşu planetlərin arasında asteroid qurşağı Mars və Yupiter arasındadır. Deməli, buradan Uranı da ələyirik. Bərk maddələrdən və metallardan ibarət şərti isə Marsa aiddir. Çünki Yupiter qaz tərkibli xarici planetdir. Cavab A variantı. Uyğunluğu müəyyən edək. Fiziki coğrafiya, iqtisadi coğrafiya. Biocoğrafiya fiziki coğrafiyanın sahəsi olar. 1-ə A. Ərazi planlaşdırılması iqtisadi coğrafiyaya aiddir. 2-yə B. Yerşünaslıq fiziki coğrafiyaya aiddir. 1-ə C. Coğrafi informasiya sistemləri isə hər ikisinə aiddir. 3-ə D. Turizm coğrafiyası iqtisadi coğrafiyanın sahəsidir. 2-yə Y. Və tibbi coğrafiyada iqtisadi coğrafiyanın sahəsidir. 2-yə F. Bu sxemə, yəni 1-ə AC, 3-ə D, 2-yə YF kimi götürəsi olsaq, ən uyğun variant A variantıdır. Uzunluğu 32 km olan Zəngəzur dəhlizi xəritə 6,4 cm bərabərdir. Bu xəritədə sahəsi 32 kvadrat kilometr olan Qubadlı rayonun həqiqi sahəsini tapaq. Öncə miqyası tapmaq üçün həqiqi uzunluğu xəttdəki uzunluğa bölərik. Yəni 32-ni 6,4-ə böləndə 32 bölünsün 6,4-ə eləyəcək 5. Yəni 1 cm-də 5 km. Və xəttdəki sahə verilib və miqyas verilib, həqiqi sahə soruşulsa,
xərtdəki sahəni miqyasın kvadratına vururuq. Yəni 5-in kvadratı vurulsun 32. 25-i 32-yə vursaq cavabımız 800 eləyəcək. Cavab Y variantı. Miqyası 1 bölünsün 300 kilometr olan xəritədə A və B məntəqələri arasından məsafə 13 santimetrdir. Həqiqi uzunluğu tapası olsaq 300-ü 13-ə vursaq 3900 kilometr taparıq. Məntəqələr arasında məsafə neçə kilometr təhrif olunmuşdur? A-dan B-yə doğru şimal və cənub 20 dərəcələr nəzərə alsaq 40 dərəcədir. 1 dərəcəsi 111,1 olanda ümumi uzunluq 4444 kilometr olur. 4444-dən 3900 çıxsaq cavabımız 544 alınacaq. Coğrafi koordinatları 26 dərəcə şimal və 42 dərəcə şərq uzunluğu məntəqə hansı sahədə yerləşir? 26 dərəcə şimal 20 və 30-un arasında olar. 42 dərəcə şərq 30 və 45-in arasında olar. Deməli, kəsişmə yalnızca 3-cü məntəqədədir. Yerə ən yaxın olan səma cismi Aydır. Fiziki xəritdə eyni dərinliyə malik olan nöqtələr birləşən səlis əyrə xəttlər izobat adlanır. Qərb istiqamətində Asiyaya, Hindistana, dəniz yoluna axtarışı coğrafiya elminin hansı inkişaf mərhələsində baş vermişdir? Bu, böyük coğrafi kəşflər dövründə olmuşdur. A nöqtəsinin B-dən 1,5 dəfə çox hündürlüyə malik olduğu sxemi müəyyən eləyək. Burada baxırıq ki, B variantında A nöqtəsinin hündürlüyü 45 metrdir və kəsmə yüksəkliyi 5 metr olarsa 1, 2, 3 dənə də kəsmə yüksəkliyi var. Deməli 15 metr, 45 çıxılsın 15, deməli B məntəqəsi 30 metr hündürlükdədir və 45 30-dan 1,5 dəfə yüksəkdir. Cavab B variantı. Müasir informasiya texnologiyaları vasitəsilə məlumatların toplanması və rəqəmsal xəritələrin tərtib edilməsi coğrafiya informasiya sistemlərinə aiddir. Uyğunluğu müəyyən eləyək. Coğrafiyanın sahələri. Rekreasiya coğrafiyası istirahət turizmi özündə əks etdirir. Deməli, birinciyə 5. Birinciyə 5-in verilmədiyi variantları silsək cavabımız çıxar. Şəhər və landşaft planlaşdırılması yaşayış və təsərrüfat sahələrinin səmərəli qurulmasına xidmət eləyir. İkinciyə 3. Ekoloji coğrafiya isə ətraf mühitin qorunmasıdır. Deməli, üçüncüyə də 1 cavab Y variantı. Şəkildə göstərilmiş proyeksiyaya aid olan əlamətləri seçək. Bu proyeksiya silindrik proyeksiyadır və ekvatorial ərazilərinin xəritəsinin tərtibi üçün məqsədə uyğundur. Paralel və medianlar düz bucağı altında kəşfən düz xəttlər şərti doğrudur. Medianlar bir nöqtədən şaxələnir. Bu azimutal proyeksiyaya aiddir. Antarktida materikinin xəritələri bu proyeksiyada tərtib edilir şərti yanlışdır. O da azimutala aid olar. Qütblər sıfır təhlil nöqtələri şərti yanlışdır. Çünki silindrik proyeksiyada ekvatordan qütblərə doğru getsə təhriflər maksimuma çatır. Ekvatorialda yerləşən ölkələrin və dünyanın xəritələrinin tərtibində istifadə olunmuş şərti doğrudur. Ekvatordan qütblərə doğru sahə tərifi artıq şərti də doğrudur. Planetləri orbitləri üzrə hərəkət sürətinin azalmasına görə sıralayın demək, Günəşdən normal ardıcılıqla sıralamaq deməkdir. Çünki Günəşdən uzaqlaşdıqca planetlərin hərəkət sürəti azalır və müddəti artır. Merkuri, Yer, Mars, Saturn. Sürəti 850 km olan təyyarə 8 saat uçduqdan sonra eniş edir. Deməli, 850-ni 8-ə vursaq, cəmi 6800 kilometr məsafə qət edib. Bu müddət ərzində təyyarənin getdiyi yol 1 bölünsün 272 kilometr miqyaslı xəttdə nə qədər olar? 6800-də 272-yə bölsək, cavabımız 25 santimetr olar. 25. Konturlu şərti işarələrlə təsvir olunan obyektlər, yəni sahəsini görmək mümkün olan meşə, tarla və bataqlıq. Uyğunluğu müəyyən eləyək. Vizual təhlil xəritələrdən məlumatların əldə edilməsidir. Baxış vasitəsilə xəritələrə baxmaqla. Kartometrik təhlil aparılan bütün ölçmələrə deyilir. Qrafik təhlil isə müxtəlif sxem və qrafiklərin tərtibidir. Fiziki xəritədən ərazinin relyefi haqqında məlumatın əldə edilməsi. Birinciyə A.
Xəritədə baş və xüsusi miqyasa əsasən təhrifin müəyyən edilməsi kartometrik olar deyə düşünürəm 2-yə B. Xəritədəki məlumatlar əsasında iqlim diaqramının qurulması, yəni ki, qrafik təhlil olar 3-cüyə C. Əhalinin yaş cins tərkibinin təsvir edilməsi, yəni ki, o da qrafik təhlil olar, sütunlu qrafik olar 3-ə D. Xəritədə təsvir üsullarının müəyyən edilməsi, yəni izoxəttlər üsuludurmu, kartoqramdırmı, kartodiaqramdırmı, o da düşünürəm ki, vizual təhlil olar 1-ciyə Y. Beaufort dənizinin sahilindən eyni meridian çevrəsi üzrə hərəkətə başlayan səyyah əvvəlcə 0 dərəcə azimutla, sonra 180 dərəcə azimutla 7770 km məsafə qət etmişdir. Onun çatdığı məntəqəyə əsasən tapşırıqları yerinə yetirək. Yəni bu tip məsələlərdə, yəni əvvəlcə 0 dərəcə, sonra 180 dərəcə azimut suallar düşəndə yalnızca bir yarım kürəni çəkməkdə fayda var. Yəni əgər 130 dərəcə qərb uzunluğu və 70 dərəcə şimal enliyindən söhbət gedirsə, öncə 0 dərəcə azimutla qütbə qədər, ardından da digər yarım kürədə cənuba doğru hərəkətdən söhbət gedir. 7770 km ümumi 70 dərəcə deməkdir. 70 dərəcə şimal enindən şimal qütbünə qədər 20 dərəcə gedilib, qaldı 50 dərəcə. 90-dan da 50 çıxanda gəlir 40 dərəcə şimal eninə çatır. Digər 130 dərəcə qərb uzunluğunun digər tərəfdəki uzantısı isə 50 dərəcə şərq uzunluğudur. Bunu 180-dən çıxmaqla tapırıq. Deməli, çatdığımız məntəqənin koordinatları 40 dərəcə şimal eninə 50 dərəcə şərq uzunluğu, yəni söhbət Bakıdan gedir. Səyyahın çatdığı məntəqənin koordinatlarını qeyd edək. 40 dərəcə şimal və 50 dərəcə şərq uzunluğu dedik. Cədvəldə qeyd edək. Məntəqənin adı Bakı. Sahilində yerləşdiyi su hövzəsi Xəzər. Məntəqənin qütb ulduzunun görmə bucağı 40 dərəcə. Çünki Bakı 40 dərəcə şimal enində yerləşdiyinə görə qütb ulduzunu 40 dərəcə ilə görərik. Məntəqənin yerləşdiyi paralel çevrəsinin uzunluğu 40 dərəcəli paraleldə 1 dərəcə qövsünün uzunluğu 85,4 km-dir. Onu 360-a vursaq cavabımız 30.744 km eləyər. Hər kəsə uğurlar.